Nikol Paşinyan, Ermənistanın keçmiş prezidentlərinin Azərbaycana ekstradisiya edilməsi prosesinə başlayıb. Publika.az məlumat verir ki, bu haqda Ermənistanda Hayakue hərəkatının üzvü Menua Sogomonyan bildirib. Sogomonyan, paraflanmış sülh sazişinin 8-ci maddəsinə diqqət çəkib. Orada qeyd edilir ki, tərəflər separatizmə qarşı mübarizə aparmaq öhdəliyi götürür. İndi Nikol Paşinyan keçmiş prezidentləri Qarabağı keçmiş qondarma rejimi RET dəstəkləməkdə, separatizmi müdafiə etməkdə ittiham edəndə bunu nəzərdə tutur. Dünəndən etibarən sosial şəbəkələrdə Nikolun tərəfdarlarının keçmiş prezidentlərin ekstradisiya olunması ilə bağlı tələblərini gördük. Düşünürəm ki, bu baş verə bilər. Artıq keçmiş prezidentlərin ekstradisiya edilib edilməməsini müzakirə edirik. Deyəcəklər ki, onları təhvil verməsək müharibə olacaq, o vurğulayıb. Əlavə edək ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərini Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı 18 yaşlı erməni əskərləri Ermənistan sərhədlərindən kənarda Qarabağda yerləşdirməkdə günahlandırıb.